Bu günlərdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılan keçmiş təhsil naziri Misir Mərdanovun xeyli vəzifəsinin olduğu üzə çıxıb. Yeni Sabah 15 il Azərbaycanın təhsil naziri, 12 il institut direktoru olmuş 80 yaşlı Misir Mərdanovun hazırda tutduğu vəzifələrini siyahısını təqdim edib. 1. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri. 2. Bakı Dövlət Universitetinin Ali Riyaziyyat Kafedrasının müdürü. 3. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının Fizika, Texnika və Riyaziyyat Elmləri seriyasının Riyaziyyat və Mexanika buraxılışının redaktor muavini. 4. Azərbaycan Journal of Mathematics jurnalının redaksiya heyətinin üzvü. 5. AMIA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Əsərlər jurnalının baş redaktoru. 6. TWMS Journal of Pure and Applied Mathematics, Turkic World Mathematical Society jurnalının beynəlxalq redaksiya heyətinin üzvü. 7. Çibişevski Zbornik jurnalının beynəlxalq redaksiya heyətinin üzvü. 8. Riyaziyyat və Mexanika İnstitutunun D0111 Dissertasiya Şurasının üzvü. 9. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədri. Və 10. Riyaziyyat və Mexanika İnstitutunun D0111 Dissertasiya Şurasının sədri. Bundan başqa M. Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Onun bu vəzifələrin hansında maaşla, hansında ictimai əsaslarla çalışdığı məlum deyil. Hətta bu durumda belə keçmiş nazirin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu təxmin etmək mümkündür. Professor Mərdanov BDU-nun kafedra müdürü kimi 2000-2500 manat, AMIA-nın müxbir üzvü kimi 1200 manat rütbə maaşı alır. Bundan digər o 15 il təhsil naziri işləyib və hazırda çox yüksək məbləğdə pensiya alır.